Hər dəlinin bir dəlilik səbəbi var. Hamısı üçün müxtəlifdir. Təsəvvürün gətir, quyu qazmısan bir, quyuya girib oturmusan orada iki, gözün də bərk-bərk yummusan ki, kimsə gəlib sənin gözün də açacaq, quyudan da çıxardacaqdır. Belədirsə, sizə pis xəbərim var. Quyunuz dərindir. Salam hörmətli düşünənlər və düşündürənlər. Desəm ki, insan zaman kimidir. Elə insan var keçmişdir, elə insan var gələcək, elə indi insan var indidir. Hər insan həyatının böyük vaxtını bəlli bir zamanda keçirməyi tərcih eləyir. Təsəvvür edin ki, maşın sürürsünüz. Diqqətinizdə daim yan güzgülərdədir. Ya da arxanı göstərən orta güzgü var, orada. İndi niyə oradadır diqqətiniz bilmirəm. Buraxdığınız döngəyə baxırsınız, maneənin necə adladığınıza baxırsınız, özünüzə baxırsınız. Diqqəti daim arxa güzgüdə olanın öz dərdi olur. Nəticə itibarilə nə olacaqdır? Əmin eləyirəm siz ya nəzərdə tutulan döngəni buraxasınız, ya qəza törədəsiniz, ya polis sizi saxlayacaq, ya qayda pozasınız çünki qarşıdan gələn işarələrə diqqət eləməyəsiniz. Axı yan güzgülərin mahiyyəti daim ora baxmaq üçün deyil. Yan güzgülərin mahiyyəti nəzərə almaqdır. Canlandırdınız beyninizdə bunu. İndi ikinci bir vəziyyət canlandırın beyninizdə. Təsəvvürünüzə gətirin. Elə adam var ki, heç güzgüdən istifadə eləmir. Belələri də var. Ancaq düz baxar. Ayağı qazda, sürət yüksək, həmişə harasa tələsir, qaçır, manevr eləyəndə bilmirsən necə manevr eləyir. Nəticə itibarilə bu adamın yanında olan adamlar da gəlib çıxdığı yerdə baxırlar ki, tələsməyə bir yer də yox imiş. Bilmirsən hara tələsirlər. Həmin adamlar səninlə bir yerdə gedib tıxaca da düşəcəklər. Hər iki avtomobil sürüşü üslubu tərəfimdən biraz şişirdilmiş olsa da, mahiyyətcə hansı vəziyyəti canlandırmaq istədiyimi gözünüzü qabağına gətirdiniz. Bax, insanlar da belədir. Keçmiş insanlar var. Oturub bunlarla danışırsan, onlar sanki belə Sovetin vaxtında başqa cür idi. Bizim insanlar başqaydı. Bizim şirkətdə belə deyildi. İnsan elə bil, əvvəlki hisslərlə yaşayır. Xoşbəxtliyi də, bədbəxtliyi də əvvəlki hisslərdəndir. Ya günah hissindən özünü didər. Görürsən, mən bunu niyə belə elədim? Niyə filan kəsə yaxşılıq elədim? Niyə ona dar gündə əl tutdum ki, sonra da özüm ortada qalım? Adamlarla danışanda elə bil özün keçmişə köçürsən. Düzdür, bəlli bir müddətdən sonra sıxılmağa başlayırsan, amma bir mənalı olaraq o adama baxanda elə bil ki, keçmişi yaşayırsan ondan bir yerdə. Artıq bəlli bir müddətdən sonra bilirsən ki, sən bununla görüşsən, adam ancaq keçmiş haqqında danışacaqdır. Sıxılır adamın ürəyi. Yaxşısına da sıxılır, pisinə də sıxılır. Hiss edirsən ki, sanki özü də bu günü gözdən salır, sənin də gücünü alır. Ya başqa adamlar var, xəyaldır. Bax, maşınımı satım, gör, nə edəcəm? Təzə işə düzəlim, bax, filan işi görəcəm. İnstruktorum, hər şey yaxşı olacaq. Adam elə bu günün içində heç nə eləmir, bütün hər şeyini bağlayıb sabaha. Bu gün isə əlini heç bir daşın altına qoymur. Gözünüzü qabağına canlandırırsınız, mütləq ki, belə dostlarımız var. Bir arxayinlik var adamda. Sabaha dolaya bir arxayinlik. Amma işi də görmək üçün bir fəallıq yoxdur. Sanki keçmişlə yaşayan adamın yükü, o keçmişin sevinci, günah hissi, özünü ittiham eləmə, başqasını ittiham eləmə, narazılıqdır. Gələcəklə yaşayanın yükü bir arxayinlikdir. Bilmirsən hardan doğan arxayinlik. Bu günü isə başlı başına buraxıb. Və insanlar var, onlar daha çox indidilər, bugündülər. Təlaşdadılar, qaçırlar, sanki bunlar hardasa olmasalar dünya dağılacaqdır. Həmişə harasa tələsirlər, həmişə nəyinsə dalınca düşürlər. Adamla bir oturub rahat danışa da bilmirsən, çünki həmişə harasa qaçır, həmişə harasa tələsir. Sənə vaxtı yoxdur. Elə bir dünya dağılır, o dünya dağılmasın deyə. Bu dəqiqə bu adam hansısa bir işi görməlidir. Bütün bu üçünü birləşdirəndə məndən soruşa bilərsiniz ki, yaxşı, hansı zaman daha yaxşıdır, ona gələcəyik. Daim keçmişlə yaşayan adam, maşın sürərkən güzgüyə baxan adamdır. Keçmiş orada yaşamaq üçün deyil. Yönlü olsaydı orada qalardıq da, orada olmuşduq, heç nə yox idi. Keçmiş dərs çıxartmaq üçündür. Keçmiş nəticə gəlmək üçündür. Keçmiş öz güclü və zəif tərəflərini bilmək üçündür. Necə? Düşdüyün çətin vəziyyətlərdə özün haqqında nə düşündüyün vacib deyil. Necə davrandığını görürsən, bu sənin yadında qalır. Dostun kimdir, düşmənin kimdir, başa düşürsən. Amma daim orada yaşaya bilməzsən. Daim orada yaşamaq sənin qarşına çıxan imkanlardan məhrum olmağın deməkdir. Maşın qəza eləyir. Sən isə uğursuzluğa düçar olasın. Maşını polis saxlayır, sən hansısa qanunu pozasın. Maşın işarələri görmür, sən isə qarşına çıxan imkanlardan məhrum olasın. Və ya əksinə, daim qabağa baxan adam ancaq qabağa baxır. Bu günü fikirləşmir, keçmişi fikirləşmir, heç nə nəzərə almır. Etdiyi səhvləri davamlı edir, davamlı etməyə başlayır. Sanki adamdan soruşanda ki, sən bir dəfə bunu eləmişdin də, yenə niyə eləyirsən? Adam sən o suala cavab verə bilmir, amma görünən odur ki, keçmişi nəzərə almır. Və ya bu günün içində yaşayan, başını salıb aşağı maşının içinə baxır. Dəfələrlə belə qəzalar olubdur. Mənim xatirimdədir, bir ictimai nəqliyyat sürən avtobus sürücüsü ona verilən yol pulunu yerdən qaldırmaq üçün əyilib pulu götürəndə
yolu keçən uşağı vurmuşdu. Çox acınacaqlı bir hadisə idi. Amma heç nəyə baxmayıb bu günümüzə köklənən adamların da çətinliyi budur. Hər üçü də sanki həyatı yaşamırlar. Adamlar yorulur, amma hiss edirlər ki, yerindən tərpənmədilər. Bir şirkət var idi, o şirkətlə strateji planın yazılmasını həyata keçirirdik. Mən təxmin eləyirdim ki, strateji planın yazılmasında, strateji sessiyanın keçirilməsində iş çox ağır basacaqdır. Niyə? Çünki adamlar strategiyaya ciddi baxmırlar. Amma şirkətin rəhbəri mənə dedi ki, müəllim, mənə elə gəlir ki, bizimkilər rahatlıqla sessiyalarda iştirak eləyəcəklər. Mən razılaşmadım ki, mən müqavimət görürəm, mən sessiyalara hazırlıqda insanların imtina elədiyini görürəm. Amma rəhbər mənə dedi ki, mən kollektivimi tanıyıram, onlar iştirak eləyəcəklər. Siz bircə bizə bunun nə dərəcədə vacib olduğunu izah eləyin. Elə də oldu. Mən izah eləyəndən sonra kollektiv sanki bunu gözləyirmiş kimi birdən-birə hərəkət eləməyə başladı. Demək olar ki, sessiyanı məndən bir yerdə keçirdilər. Planı məndən bir yerdə yazdılar. Ya mən düşündüm ki, bu necə olur belə? Harda mən yanlış təxmin eləmişdim və bu komandanın müsbət tərəfini harda görmürdüm mən. Sonra kollektivin özü mənə bir şey etiraf elədi ki, müəllim, bizim hamımız işləyirdik gün ərzində səhərdən axşama kimi gəlib. Amma bilmirdik biz bunu nə edirik, hara gedirik. Biz gələcəyi görmürdük və gələcəyi fərqli görürdük. Bu strategiya bizə kömək elədi ki, bizim hamımız eyni istiqamətə baxaq. Hə, indi hədəflərimizə çatacağıq, yoxsa yox başqa məsələdir. Amma hamımız sabahı görməyə başladıq. Orada barmağımı dişlədim. Ki, əgər insanları, komandanı, kollektivi zamanların arasında keçməyi öyrədə bilsək, bir zamandan digərinə addamağı öyrədə bilsək, ilişib tırtıl kimi zamanın palçığın içində qalmasından çıxarda bilsək, komandanın potensialı açılmış olur. İnsanın potensialı alışmış olur. Mütləq ki, bəlli bir zamanda yaşamağı xoşlayan insan öyrəşib ora. Sənədi var orada onun. Onun daimi qeydiyyat ünvanı oradır. Onu oradan çıxartmaq çətin olacaqdır. Bunun da bir metodikaları, bunun da bir yolları var. Amma əmin eləyirəm sizi, necə ki insanı, elə də şirkəti bəlli bir zamandan digər zamana köhlənməyi çıxartdıqda sanki şirkətdə bir ikinci nəfəs əmələ gəlir. Sual verə bilərsiniz ki, şirkət burada neynəsin? Hansı addımları atsın? Cavabım belədir. Mənə görə hər üç zamanın üçü də sistem üçün dəyərlidir. Keçmiş mədəniyyət deməkdir, keçmiş tarix deməkdir. Bir şirkətin hansı dəyərlərə dayanıb yola düşdüyü deməkdir. Keçmiş fundament deməkdir. Tarix fənni kimi, bir ölkənin, bir millətin tarixi kimi. Keçmiş çox önəmlidir. Gələcək menecerlərin, biznesin özünün sabahçı günü necə görməyidir. Planlardır, niyyətdir. Biznesin inkişafıdır gələcək. Bu gün isə rutindir. Bildiyiniz rutin. Rutin kim dedi ki pisdir? Rutin əladır. Amma nə edəcəyini və niyə edəcəyini bildiyin təqdirdə kollektivin onun bilməsi yetər. Bilmək fərqindəlik yaradır. Fərqindəlik də gücdür. HR-ların və menecerlərin bu işdə funksiyası nədir? Kollektivin diqqətini lazım olan zamana yönəltmək. Nəzərə almaq lazımdır ki, şirkətlər də zamanda ilişə bilirlər. Uzun müddət fəaliyyət göstərən şirkətlərdə belə bir şey görmək olur. Bizim vaxtımızda belə idi. Əvvəl bilirsən nə qəşəng. Bu şirkətin elə dövrləri var idi ki, bizdə filan kəs işləyirdi. O əfsanə idi. Sanki yeni gələn kadrların təzə səhifə açmasına müqavimət var. Pioner nəsil şirkətin sabaha keçməsinə icazə vermir. Lövbər kimi tutub. Sanki bizim yeni əməkdaşlarımız mütləq köhnə qayda ilə hərəkət eləməlidirlər. Bəzən olur, mən başa düşürəm, şirkət rəhbərləri çox adam üçün məntiqsiz gələn ixtisarlara əl atırlar. Dəfələrlə mən bunu görmüşəm ki, şirkətin yeni səhifə açmasına müqavimət göstərməklə mübarizə aparmağın yeganə yolu bu qalır. Və ya cəhd eləyirlər pioner işçiləri yeni gələn nəslə qoşa bilsinlər ya da yeni gələn nəsli pioner işçiyə qoşa bilsinlər. Əla çıxış yoludur. Əladır. Çünki yeni gələn kadrların köhnə dəyərləri bilmədən yaşaması onlara təzədən nəyisə aşılamağa güc xərcləmək deməkdir. Və məsəl üçün bu gündə ilişib qalan şirkətlər. İçəri girirsən, hamı harasa qaçır, hamı tələsir, heç kim heç nəyə çatmır. İşçilərin vəzifə bölgüsü düzgün olmur. İnsanlar bir-birindən aqressiv danışırlar. Sifarişlər gecikir, müştərilər narazıdır. Hiss edirsən ki, iş var, amma insanlar çatmırlar. Tez yorulurlar, tez yanırlar, kadr dövriyyəsi yüksək olur. Niyə? Çünki sabahı və dünəni itiriblər. Bu günün yükün altındadılar. Sual verərsəz ki, sabahın şirkətləri nətərdir? O tamam başqadır. Bu utopik şirkətlərdir. İndi bu və digər mənbədən maliyyələri var, pulları var, maaşları verirlər. Amma işçilər işə gəlirlər. Eyni sonunda bilmirlər ki, nə iş görməlidirlər, nə etməlidirlər, nə iclaslar keçirilir, nə toplantılar keçirilir, nə tapşırıqlar verilir. Səhər gəlirlər,
axşam gedirlər. Düzdür, bəlli bir müddətdən sonra rəhbər bir səs-küy salır. Nə oldu? Niyə işləmirsiniz? İşlər niyə yerinə yetirilmir? Niyə boş-boş gəlib gedirsiniz? Amma bu arada sırada bir müdür partlaması olur. İşin əsli isə budur ki, hamı nəyəsə arxayındır. Yaxşı olacaq, sabah düzələcək. Bax, yeni bir layihə gəlsin. Görək sifarişimiz nədən ibarət olacaq. Amma hamı komfort zonasındadır. Çünki məvacibini istədiyi kimi, istədiyi formada alır. Az alsa da rahatdır yeri. Bu rahatlıqda arxayınlıqdan irəli gəlir. Sual yarana bilər ki, belə vəziyyətlərdə HR-lar və ya rəhbərlər nə etməlidir? İndi məndən soruşarsınız ki, 3 zamanın 3-ünü də pislədim. Mənə görə əsl universallıq, əsl peşəkarlıq, menecerin səriştəsi komandana lazım olan an zamanların arasında hərəkət etdirməkdir. Bu gün yorulan komanda sabahın məqsədlərinə baxmalıdır. Məqsədlərdə çox fokus olmaq olmaz. Baxdıq məqsədə, işləməyə davam edirik. Gəmi sürmək kimidir. Başımızı qaldırdıq, üfüqə baxdıq, sonra başımızı salırıq aşağı və davam edirik. Arada bir yenə başımızı qaldırırıq. Var bizdə belə bir ətavar sözü. Arada bir başını qaldır gör, hara gedirsən. Dəyərli izləyicilər, siz hansılardansınız? Ötən günlərimi qaytaraydılar deyənlərdən, gələk səhər deyənlərdən, yoxsa neynim deyənlərdən? Neynim? Neynim?